sonra mən multimilyonçu olacağım. Siz 25 ildən sonra anlayacaqsınız bu hekayənin məğzini ki, həqiqətini elə etmək lazımdır. Və sizin aranızda yalnız o insanlar uğurlu olacaq, hansı ki, bugün artıq bunu düşünür. Davranış iqtisadiyyatı bizə bir şey aydın göstərir ki, insanlar uzun müddətli düşünə bilmir. Biz hamımız qısa müddətli həzlər arxasında qaçırıq. Dünya isə qısa müddətli həzlər arxasında qaçmır. Çinin uğuru odur ki, onlar 2000-ci ildə proqram qəbul ediblər. Çin 2050. Onu 50 il qabağa düşünürlər. Biz 50 ildən sonra harada olacağıq. Siz Azərbaycanın bütün proqramlarına baxsaq, 20-ci ildə Azərbaycan 20-25 proqramı qəbul etmişik. Keçən il Azərbaycan 2030 proqramını qəbul etmiş. Yəni 5 illik proqramlardır Azərbaycanda inkişaf. Onda milyonlarla McKinsey-lərlə, Boston Consulting qruplara dünyanın müxtəlif böyük konsalting şirkətlərini ödəmişik və nəticə etibarilə nədir? Sıfırdır. Heç bir